gözünden bir haber. Gafil oyan, gafil oyan. Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatında daha çox dramaturq və yazıçı kimi məşhurdur. Lakin onun çox güclü şairlik istedadı da var idi. Hətta biz deyə bilərik ki, bütün dünya ədəbiyyatında ana mövzusunda Cəfərin yazdığı ana şeiri ilə müqayisəyə gələ biləcək çox az şeir tapılar. Cəfərin həm də bədahətən şeir qoşmağı var idi. Həyat yoldaşı Sona Cabbarlı Cəfərlə bağlı xatirələrini topladığı Onu Kim Unudar adlı kitabında maraqlı bir hadisə danışır. Bu hadisə baş verib 1932-ci ildə Cəfərin vəfatından 2 il əvvəl. Həmin ildə Cəfər Fatmayı bağlarındaydı öz ailəsi ilə bir yerdə və dönüş piyesini yazırdı. Sona xanım qeyd edir ki, həmin piyesi yazarkən və ümumiyyətlə işləyərkən Cəfər həddindən artıq çox çay içərmiş. Bu da onun ürəyinə zərər idi. Çünki o ürək xəstəliyindən əziyyət çəkirdi. Deyir, bir gün ona bir bəhanə ilə dedim ki, bu qədər çox çay içmə, bura bağ yeridir, qəndimiz azalıb. Çünki indiki kimi hər yerdə dükan yox idi. Xüsusilə şəhərdən kənar ərazilərdə dükana, bazara çox da əl çatmırdı. Bu qəndin azalmağı bəhanəsi ilə bunu ona dedim. Sonra gedib ikinci stəkan çay gətirəndə gördüm ki, mənə bir kağız uzatdı. Kağızda bu şeir yazılmışdı. Ay sonası çay gətir mənim üçün, Qələndərəm pay gətir mənim üçün, Bağ yeridir, qəndi çox işlətmərəm, İstəyirsən say gətir mənim üçün. Cəfər öz yaradıcılığı ilə o qədər aludə bir şəkildə məşğul olurdu ki, sağlamlığına çox da ciddi yanaşmırdı. Sona xanım həmçinin qeyd edir ki, o nə bir sanatoriyaya gedərdi, nə kurorta. Nadir hallarda bağa gedərdi, o da ilham alıb əsər yazmaq üçün. Öz sağlamlığına bu cür səhlənkar yanaşmağın nəticəsi olaraq Cəfər Cabbarlı 1934-cü ildə cəmi 35 yaşında dünyadan köçür. Allah ruhunu şad eyləsin. Gafil oyan, gafil oyan.